Təsəvvür eləyin ki, kimsə sizə gəlib deyir ki, cəmi 15 saniyəlik bir videoda görün və sənə düz 5 milyon manat ödəyəcəm. Yəni, inanılmaz səslənir, düzdür? Tamamilə, hə. Biraz xəyal kimi gəlir adama. Baxın, bugünkü araşdırmamızda məhz belə bir faktı incələyirik. Söhbət Türkiyə şou biznesində və reklam bazarında qırılan o məşhur inanılmaz iqtisadi rekorddan gedir. Məqsədimiz sadəcə rəqəmləri sadalamaq deyil, sizinlə birlikdə bu şok edici rəqəmlərin arxasında dayanan əsl mənanı və diqqət iqtisadiyyatının necə işlədiyini aydınlaşdıracağıq. Düzdür, yəni o qısa xəbərdəki tək bir rəqəm əslində bizi bütün rəqəmsal bazarın dinamikasını göstərir. Biz Bülent Ersoy'dan danışırıq. Əlimizdəki mənbəyə görə o bircə reklama çəkilmək üçün düz 135 milyon Türkiyə lirası qonorar alıb. Yəni, bizim pulundan 5 milyon manatdan çox. Hə, tamamilə elədir. Təxminən 5 milyon manatdan da yuxarı bir rəqəmdir və bu, Türkiyə tarixində bir reklama görə ödənilən ən yüksək qonorar kimi qeydə alınıb. Yəni, bu sadəcə rekord deyil, böyük bir hadisədir. Bax, burada mən biraz, necə deyərlər, ilişib qalıram. Çünki 5 milyon manat kiçik bir müəssisənin, yəni bütöv bir illik büdcəsidir. Kamera qarşısında sadəcə bir neçə saniyə dayanmaq üçün saniyəsi 100 minlərlə manata başa gəlir. Dəhşətli rəqəmdir. Doğrudanmı kimsə bir insanın sadəcə vaxtına, təbəssümünə bu qədər pul verir? Mən elə gəlir ki, burada tamamilə başqa bir mexanizm işləyir. Əslində, hə, çünki şirkətin ödədiyi o pul Bülent Ersoy'un çəkiliş meydançasında keçirdiyi o 1-2 saata verilmir. Onlar orada 10 illiklərlə formalaşmış, toxunulmaz bir imici satın alırlar. Aydındır. Yəni, cəmiyyətdəki o bənzərsiz auranı, məşhurun bütün karyerası boyunca yığdığı sosial kapitalı bir anlıq öz markalarına transfer edirlər. Bir növ onun kütləvi təsir gücünü alırlar. Düzdür, amma mənim üçün işin ən qəribə, ən paradoksal tərəfi sifarişçinin kimliyidir. Yəni, mənbəmizdə qeyd olunur ki, bu pulu ödəyən hansısa 100 illik tarixi olan bir bank ya da lüks saat markası falan deyil. Bəli, bu sadəcə bir onlayn ticarət şirkətidir. Hə, e-ticarət platformasıdır. Yaxşı, gəlin bunu aydınlaşdıraq da. Bir onlayn ticarət platforması sadəcə bir reklamla bu 5 milyon manatı necə geri qazana bilər? Düzünü desəm, bu mənə hesablanmış bir investisiyadan daha çox, bazara, baxın, buranın ən böyüyü mənəm demək üçün edilmiş bir ego nümayişi kimi görünür. Kənardan baxanda tam bir ego nümayişi kimi görünməsi təbiidir. Lakin böyük şəkilə baxsaq, onlayn ticarətin bugünkü o amansız rəqabət mühitində bu əslində sağ qalma strategiyasıdır. Ənənəvi markaların artıq formalaşmış, sadiq müştəri bazası var, fiziki mağazaları var. Hə, yəni küçədə yanından keçəndə görürsən. Məhz. Amma bir onlayn platforma hər gün, hətta hər saniyə sizin diqqətiniz uğrunda mübarizə aparır. Fikirləşin, siz telefonunuzda durmadan o xəbər lentini yuxarı sürüşdürürsünüz. İndi o şirkətin ən böyük problemi nədir? Bizi dayandırmaq. Dəqiq. Sizin o baş barmağınızı ekranda dayandırmaqdır. Bülent Ersoy kimi səsküylü, ikonik bir sima məhz o dayandırıcı gücdür. Vay! Yəni bu sanki saatda 200 kilometr sürətlə gedən maşınlarla dolu bir şossədə yeganə nəhəng reklam lövhəsini icarəyə götürməyə bənzəyir. Çox gözəl müqayisədir. Sürət o qədər yüksəkdir ki, sən balaca bir lövhə qoysan heç kim görməyəcək. Mütləq şəkildə bir şok effekti yaratmalısan. Dəqiq, belədir. Və məhz o şok effekti rəqəmsal ekosistemdə səsküy monopoliyası yaradır. Şirkət bu boyda astronomik büdcəni ayırmaqla sadəcə hansısa məhsulun satışını hədəfləmir. Onlar rəqiblərini psixoloji olaraq kölgədə qoyurlar. Yəni bir növ bazarı əzirlər. Hə. Siz fərqində belə olmadan, həmin platforma sizin zehninizdə ən böyük və etibarlı yer olaraq kodlaşır. Çünki ölkənin ən bahalı, ən əlçatmaz sənətçisini yalnız onların büdcəsi ekrana çıxara bilir. Deməli, qarşımızdakı bu xəbər mətni bizə iki mühüm detalı aydınlaşdırır. Birincisi, Bülent Ersoy'un bir marka olaraq o sarsılmaz statusunu. İkincisi isə yeni iqtisadiyyatın güc mərkəzlərini necə dəyişdiyini. Yəni artıq köhnə sənaye nəhəngləri deyil, diqqəti satın almağı bacaran e-ticarət platformaları da əsas. Bəli, oyunun qaydaları tamamilə internetin xeyrinə dəyişib artıq.
Sizin üçün də bugünkü araşdırmamızdan çıxan əsas nəticə yəqin ki, elə budur. Amma bu nöqtədə məni doğrudan düşündürən başqa bir məsələ də var. Əgər internet şirkətləri sadəcə olaraq ekranda gözümüzü bircə saniyəlik tutmaq üçün, yəni bugün 5 milyon manatı asanlıqla gözündən çıxarırsa, Özdə çəkinmədən. Tamamilə. Görəsən gələcəkdə rəqəmsal səs-küy daha da artanda bizi təəccübləndirmək və diqqətimizi zəbt etmək üçün onlar daha hansı ağla sığmaz dəli üsullara əl atacaqlar. Bəlkə də vaxt gələcək, bugün şoka düşdüyümüz bu rekord qonorar gələcəyin diqqət bazarında sadəcə kiçik bir cib xərcliyi kimi görünəcək.